Sinüzit xalq arasında qarmanet əməliyyatı necə olunur? Sinüzit ya da xalq arasında qarmanet olaraq da bilinir. Burun ətrafı cəblərinin iltihabına sinüzit deyirik biz və bunlar daha çox burunda nəfəs almada problem ya da burunda iltihabi axıntılarla özünü göstərə bilir. Əgər bir pasiyentin üzündə ya da başında sürəkli ağrılar olursa, sinüzit ya da xalq arasında qarmanet dediyimiz xəstəlikdən şübhələnməmiz gərəkir. Bunu əməliyyatdan öncə endoskop müayinə ilə burun içini kontrol edirik və gərəkirsə burun ətrafı cəblərini görüntüləmək üçün tomoqrafiya istəyirik. Bu tomoqrafiyada pasiyentin dərman müalicəsimi yoxsa əməliyyatla müalicə olunurmu, bunun qərarını veririk. Əməliyyat xaricində hər hansı bir kəsi olmadan burun içində yenə endoskop vasitəsilə sinüzitlərin içindəki iltihabı boşaldıb bir daha təkrar olmasın deyə açıqlığı daha da genişləndiririk. Əməliyyat ortalama 2 saat sürür.